Bizdən bu sualda A plus B-nin cəmini istəyir. Gəlin ifadəni sadələşdirək. Deməli, bu ifadədə tamlar gedər olacaq 0. Deməli, burada olacaq AB çıxılsın, A çıxılsın, BA plus B bölünsün 90 darası burada olacaq A bərabərdir. A çıxılsın 2B bölünsün 9. Bu ifadə burada sadələşdirsək olacaq deməli 10A plus B A çıxılsın 10B plus A plus B bölünsün 90 bərabərdir. A çıxılsın 2B bölünsün 9-a. Burada deməli bu ifadəni hesablasa olacaq 8 A çıxılsın 8B bölünsün 90 bərabərdir. Burada hər tərəfə ona vuraq ki, məxrəclər bərabər olsun. Biz bu sürətlərlə işləyək. 10 A çıxılsın 20B bölünsün 90. Buradan da sürətləri atarıq. Buradan olacaq 8 A çıxılsın 8B bərabərdir 10 A çıxılsın 20B. Burada olacaq 12B bərabərdir 2A. Onda olacaq 6B bərabərdir A-ya. Burada A olacaq 1, B olacaq. Daha doğrusu burada olacaq A 6, B isə 1. Buradan bizdən bunun cəmini istəyir. 6-nın üstünə 1 də gəlsək olacaq 7. Cəmimiz 7. Əgər izah bəyənirsənizsə bir faydası olsa kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.